Uşaqların Gələcəyi namına İctimai Birliğinin sədri hörmətli Könül müəllimə Quliyeva, Milli Mədəniyyətin Təbliği İctimai Birliğinin sədri hörmətli Jalə müəllimə Cəfərova, Tərtər rayon icra hakimiyyətinin məsul əməkdaşı Rəvan müəllim Həsənov tədbirimizdə iştirak edir. Mən tədbirə başlamadan öncə xahiş edərdim Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqə sükutla yazdım. Azerbaycan, ey qəhrəmanlıqların şanlı vətənim, səndən ötdü can verməyə cümlə hazır, səndən ötdü qan tökməyə cümlə qadir, üç rəngli bayrağına məsul yaşa, üç rəngli bayrağına məsul yaşa, millərlə can qurban olur, sinə hərdən qan olur, yurdundan keçən əsrətlərdə bir qəhrəman olur, sən olasan gülürsən, sənə hər an can qurban, sənin gülmə hərdən, sinəndə tutmuş şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Birazdan salona bakalım. Çıxış üçün söz verilir. Uşaqların Gələcəyi namına İctimai Birliğinin sədri hörmətli Könül müəllimə Quliyeva. Mən çox sağ olun, təşəkkür edirəm. Mən bir daha bütün tədbir iştirakçılarını salamlayıram. Zalda əyləşən əziz müəllimlərimizi, valideynlərimizi, gül balalarımızı barxıma basıram. Və layihə haqqında məlumat verməzdən öncə mən istəyərdim ki,
müəyyən duyğularımı sizlərlə bölüşüm. O duyğularımı ki, çox qarışıqdır. Həm sevincliyəm, həm kədərliyəm, həm qürurluyam. Çünki mən özüm də 6 saylı məktəbdə oxumuşam. Bu məktəblə bağlı o qədər acılı, şirinli xatirələrim var ki, acılı xatirələrimi deyəndə bizim uşaqlıq illərimiz Rüfət müəllim bu məktəbdə müharibənin ən ağır dövrünə təsadüf elədi. Yəni biz nə qədər belə deyək, şirinlik məktəb illərinin dadını, duzunu yaşasaq belə, görsək belə, bizim həm də ömrümüzə o günün acı xatirələri yazıldı. O xatirələr ki, hər birimizin yaxınlarımızda şəhidlərimiz oldu, itkilərimiz oldu. Hətta bir dəfə dərs zamanı məktəbin həyətinə top mərmisi düşdü. Pəncərələr necə cilik-cilik olub töküldüsə, biz o uşaqların səs-küyü, çığırtısı hələ də mənim qulaqlarımdan çəkilir. Yəni bugün belə deyim, müharibənin o ağrılı, acılı səs-küyü gözlü qulağımızdan ki çəkilmir. Eyni zamanda burnumuzdan getməyən o barıt qoxusu ki var. Gözümüzün önündə bir gecədə Tərtərin necə top-qrat mərmiləri ilə alışıb yanması, yəni doğrudan da çox çətin və qürurlu bir yol oldu Tərtərin keçid. Nəinki Tərtərin, ümumiyyətlə bütün ölkəmizin, Azərbaycanımızın. Və qürurluyam ki, mən Tərtər rayonunda doğulmuşam. Mən 30 ildir Tərtərdən çıxsam belə bu rayonun qeydiyyatındayım, hələ də bu rayonun qeydiyyatından çıxmamışam. Və bizim rayonumuz müharibənin ən ağır günlərində öz vüqarını, əzəmətini necə qorudusa, necə sinəsini sipər etdisə, həmçinin bütün Azərbaycanımız, biz həm sevincimiz, həm kədərimiz, həm qürurumuz olan şəhidlərimizin təbii ki sayəsində bu hüzurumuza qovuşduq və bugünkü gündə qalib ölkənin, qalib vətəndaşları kimi fəxrlə, qürurla, alnımız ağ, başımız dik, uca bütün dünyaya meydana qoyuruq. Mən vaxtınızı çox almaq istəmirəm, bu barədə danışsam o qədər xatirələrimiz var ki, yəni qısaca istədim ki, bu xatirələrimi hər birimizlə bölüşüm ki, bu məktəbin hər bir müəllimi, hər bir şagirdi, hər bir valideyni, hətta bu nə bilim əşyası, partası, daş qayası, hər birisi mənim üçün çox doğmadır, əzizdir. Elə isə indi mən layihəmiz haqqında təqdimata keçid alım. Bugün biz sizinlə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Uşaqların Gələcəyi naminə İctimai Birliyinin həyata keçirdiyi milli mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu layihəsi çərçivəsində görüşürük. Müasir cəmiyyətin sağlam formalaşması, gənclərin milli ruhda tərbiyəsi üçün məktəb, ailə və ictimai institutların üzərinə mühüm vəzifə düşür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gənclərin milli ruhda tərbiyəsində ailə və məktəbin rolu böyükdür. Əsas mənbə ailə və məktəbdir. Ədalət, humanizm, vətənpərvərlik, böyüklərə hörmət, əməksevərlik kimi dəyərlərin əsası məhz ailədə qoyulur. Daha sonra bu dəyərlərin möhkəmlənməsində təbii ki, məktəbin və cəmiyyətin rolu böyükdür. Təəssüf hissi ilə qeyd eləyək ki, bugün bəzi məktəblilər arasında xoşa gəlməz meyillər, narkomaniyaya aludəçilik, məktəblilərin siqaret çəkməsi, zorakılıq halları kimi xoşagəlməz hallar müşahidə olunur. Bu baxımdan düşünürük ki, məktəblə ailə arasında sıx əməkdaşlıq vacibdir. Ona görə də bizim layihəmizin məqsədi məhz bu köprünün qurulmasıdır. Mövzumuz ətrafında daha geniş ətraflı çıxış edəcək Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə xanımı da dəvət eləmişəm. Jalə xanıma söz verməzdən öncə mən istəyərdim ki, Jalə xanım haqqında qısaca bir məlumat verim. Mən Jalə xanımı 15 ildir tanıyıram. Jalə xanım bu 15 il ərzində milli mədəniyyətimizin təbliği istiqamətində nəinki ölkəmizdə, eyni zamanda beynəlxalq aləmdə ölkəmizin tanıdılması istiqamətində silsilə olaraq çox yüksək səviyyədə tədbirlər həyata keçiribdir. O haqda yəqin ki, Jalə xanım təəssüratlarını da sizlərlə bölüşəcəkdir. Həmçinin mən bugün belə deyək, İctimai Birliyin sədri kimi tribunanı təmsil etməzdən öncə bir neçə televiziya verilişlərinin həm müəllif, həm aparıcısı olmuşam. Eyni zamanda İctimai Birliklərlə də əməkdaşlığım olubdur. Müəyyən layihələr çərçivəsində verilişlər hazırlamışam. Xüsusən mən hər zaman milli mənəvi dəyərlərimizə daha öncəlik vermişəm. Məktəb və ailə dəyərləri, eyni zamanda ailə və milli dəyərlər, gənclik və milli dəyərlər, bu kimi istiqamətdə bizim fərqli mövzularımız olubdur ki, mən nə zaman Jalə xanımı dəvət eləmişəmsə, Jalə xanım bir dəfə
bizi geri çevirməyibdir. Bu özü nə deməkdir? Ən böyük dəyər deməkdir. Eləsə mən Jalə xanımı tribunaya dəvət edirəm və söz Jalə xanımda. Çox sağ olun. Mən həmişə deyirəm ki, dəyəri yalnız özü dəyərli olanlar verə bilir. Mənim kiçik əməyimə bu qədər dəyər verdiniz. Təşəkkür edirəm. Siz də sağ olun. Məktəbimizin qapılarını açdınız. Valideynləri, mən bayırdan valideynlərlə az da olsa ünsiyyətdə oldum və hiss elədim ki, həqiqətən bizim bugün toplaşan, ən azından bugün ünsiyyətdə olduğum valideynlər öyrənməyə gəliblər, maariflənməyə gəliblər. Bu məni çox sevindirdi. Təşəkkür edirəm bir daha sizə də və icra nümayəndəsinədir ki, bugün bizim məktəblərlə, valideynlərlə və müəllimlərlə birgə aparacağımız sorğuya, aparacağımız söhbətə təşrif gətirdiniz. Gönül xanım qeyd elədi. Mən qısa bir şey deyim. Təkcə söhbət Azərbaycandan getmir. İstənilən xalqı məhv eləmək istəyirsənsə, onun milli, mənəvi dəyərlərini əlindən alacaqsan. Məhv eləyəcəksən, aşağılayacaqsan. Məsələn, bu xalq məhv oldu, getdi. Amma o xalqı ki, istəyirsən, yaşadasan, bütün dünyayı tanıdasan, nəsildən nəsilə o örnəkləri, o milli mənəvi dəyərləri, onun içərisində əlbəttə bizim adət-ənənələrimiz, böyüyə hörmət, təhsilə hörmət, hər şey gedir onun içində. Buna görə mütləq və mütləq ailə və məktəb bu ənənələri qorumalıdır və sadiq qalmalıdır. Sual verirlər. Məsələn, valideynlərlə ünsiyyətdə olur. Müəllimlərlə ünsiyyətdə olsun ayrı-ayrıda. Çox təəssüf edirəm ki, bəzən valideyn düşünür ki, uşaq məktəbə getdi mi, bütün yük məktəbin üzərində olmalıdır. Və yaxud müəllim deyir ki, evdən qoy tərbiyə alsın, gəlsin. Bu kökündən yanlış bir, belə deyək də, düşüncə də yanlış yanaşmadır. Çox haqlı olaraq ailəni bir cəmiyyət adlandırırıq. Eləcə də məktəbin özü də bir cəmiyyətdir. Milli mənəvi dəyərlərimizi inkişaf elətdirmək üçün, nəsildən nəsilə ötürmək üçün mütləq və mütləq məktəblə ailə birgə işləməlidir. Sual olunur, necə işləməlidir? Hansı şəraitdə işləməlidir? Ən birincisi, müəllimin birinci məsuliyyəti, birinci işi hər bir şagirdə fərdi yanaşmağı bacarmalıdır. Bu çətindir, əlbəttə çətindir, amma bacarmalıdır. Uşağın hər gün dərsə gələndə onun psixoloji durumu belə müəllimin diqqətindən qaçmamalıdır. Görürsən, bu uşaq niyə belə gəlib? Mən ürək ağrısı ilə deyirəm, yəni bu canlı müşahidə elədiyim faktlardır. Görürsən ki, uşaq ailədən bir ağır yüklə gəlib sinfə, dərsə. Müəllim öyrənmək əvəzinə ki, əlbəttə onu sən nümayişkarana deməyəcəksən, çünki uşağın şəxsiyyətini qorumalısan. Uşaq evdən ağır bir yüklə gəlir, amma sən uşaqların hamısının yanında deyirsən ki, üzr istəyirəm, nə mısmırıq sağlamısan, nə olub, nə yatmısan, bu cür sözlərlə. Sən nə elədin, o uşaq artıq məhv edir. O uşaq səninlə kontakta girəcəkmi, girməyəcək. Mən bir misal çəkəcəyəm. Könül xanım da bir yer dedi, bəli, mən dünyanın bir ölkəsi var ki, orada olmamışam. Dəfələrlə Amerikada, Fransada, başqa ölkələrdə və çalışıram ki, o ölkələrdəki məktəblərdə olan gözəl ənənələri öz ölkəmdə tətbiq edim. Əlbəttə, bizə aid olmayan, milli mənəvi düşüncəmizə, təfəkkürümüzə lazım olmayan məsələlər də var. Amma mən İllər öncə Kaliforniya ştatında, Amerikanın Kaliforniya ştatında bir ay qaldım. Hər gün məktəbə gedirdim və hər gün mən artıq sual verirdim ki, bunlar mənə görədir bu. Bilirsiniz ki, mən gəlmişəm öyrənməyə, yazmağa, yoxsa mümkün deyil bu. Hər gün, 2 gündən bir, 3 gündən bir keçirilən tədbirlər ona yüklənirdi ki, məktəblə, valideynlə, müəllim arasında, ailə ilə məktəb arasında ünsiyyət yaranması üçün elə tədbirlər keçirdilər. Mən şoka düşürdüm və onların hamısını yazmışdım. Gələndə deyim sizə ki, Milli Məclisə də müraciət elədim, Təhsil Nazirliyində müraciət elədim,
elmi praktik konferans da keçirdim. Maalesef ki onların deyək ki, belə deyəcəm də, nə yalandan deyim, heç birisi demək olur ki, həyata keçmədi. Amma kaş geçsəydi, ikicə misal deyəcəm. Burada müəllimlər də var da. Baxın, və sevinərəm ki, və bayaq sual verdiniz ki, telefon nömrələrinizi niyə götürülük? Və mən istəyirəm ki, və məndən çox Könül xanım yəqin ki, maraqlanacaq ki, görək bu şeylər həyata keçirmir, keçmir. Bilirsiniz, heç nə eləməsən heç nə əmələ gəlməyəcək. Bir şeylər eləmək lazımdır. Mütləq eləmək lazımdır ki, onun nəticəsini görəsən. Deməli, məktəbə gəldim. Məktəbdə müəllimlə, məktəblə valideynlər arasında ünsiyyətin qurulması, belə deyək də, tədbirləri və təqdimatları keçirir. Nə edirlər? Qızlar anaları dəvət edirlər məktəbə. Baxın, qızlar anaları dəvət edirlər. Amerikadan danışıram. Nə edəcəklər? Əvvəlcə deməli, müəllim uşaqlara yaxşı-yaxşı izah edir ki, evdə deyə bilmədiyiniz məsələlər var. O məsələlər əvvəlcə gəlin bir paylaşaq. Oğlanlar yox, qızlar. Və görək nə istəyirsiniz, necə istəyirsiniz, sizə evdə mane olan məsələlər nədir? Bunlar bir müəllimlə süzgəcdən keçirdirlər. Ondan sonra öz əlləri ilə bir çay süfrəsi hazırlayırlar. Qızlar anaları dəvət edir. Və orada müəllimin iştirakı ilə yavaş-yavaş ürəyindən keçən şeyləri, o şeylər ki, evdə onları narahat edir deyə bilmirlər, onları müəllimin iştirakı ilə uşaqlar gündəmə gətirirlər və burada tək müəllim deyil, o biri valideynlər də bu məsələyə öz münasibətini bildirir və ümumi bir məxrəcə gəlirlər ki, biz neyniyək? Bu problemi aradan qaldıraq. Məsələn, bir misal deyəcəm. Deyək ki, 13 yaşında bir qız var idi, mən də orada iştirak elədim, 13 yaşında bir qız var idi, və qız deyir, mən atamdan da, anamdan da belə deyir, az qala nifrət eləmək dərəcəsinə çatırdı. Niyə? Deyir və ağlayır. Sonra da mən ana da gələndə gəldim orada, iştirak elədim. Və ana da deyir, nə yaxşı bu məsələni gündəmə gətirdiniz. Bu dərslərindən də geriləmək olur və bilmirik səbəb nədir. Sən demə səbəb nədir? Uşaq evdə demir, valideynə deyir, bu problemi aradan qaldırır. Səbəb nəymiş? Sən demə, bu ana 9 ildən sonra yeni bir evlad dünyaya gətirir, bu uşaq artıq başlayıb qısqanmağa. Evdə də deyə bilmir və ağlayır, dərslərindən də geri qalır və mən artıq qərib olur və ana orada o qədər ağladı hönkürtü ilə, sən nə danışırsan, biz nə bilim, sən bizim ilkimizsən, budur və müəllim artıq başqa cür işə qarışdı. Artıq bu dəfə şagirdsiz bildimi, problemi bildimi və o problemi aradan qaldırmaq üçün ona bir maarifləndirmə istiqaməti verdi ki, sən bunu eləməlisən, indi mən onları sadalamayacağım, bunu eləməlisən ki, o uşaq hiss eləsin ki, eyni münasibət var. Və başqa bir misal deyim, yenə də uşaq, bu dəfə oğlanlar ataları dəvət elədi. Eyni bir şey, eyni yekində. Sonra mən müəllimə sual verirəm, siz bunun nəticələrini doğrudanmı görürsünüzmü? Mənə elə şeylər göstərdi ki, belə əlim ayağım yalıma düşdü. Həqiqətən bu uşaq deyə bilmir, evdə müəyyən məsələlər və onları deyə bilmir. Mən bugün müəllimlərə müraciət eləmək istəyirəm. Siz uşaqlarınız dərsə gələndə, belə deyək də, bizim dillə, belə sadə dillə desək, bir keyf gələndə, üstü başı əzik gələndə, dərsə cavab vermək istəməyəndə mütləq və mütləq bir araşdırın. Onun mütləq evdə bir problemi var və yaxud da ki, özünün, bilirsiniz, valideynlərdən əlavə, indi biz bilirik ki, texnologiya əsrində uşaqların əksəriyyətinin mobil telefonları var. Ola bilər ki, uşaq valideynlərindən deyil, hansısa bir sosial şəbəkənin təsirinə düşüb. O təsir onu incidir, sözün həqiqi mənasında bəzən məhv edir və o problemdən çıxa bilmir. Asıllıq var, oradakı problemlər onu o qədər məşğul edib ki, artıq dərslərini də oxuya bilmir. Milli mənəvi dəyərlərin aşılanması, onların təbliğ olunması, yenə də deyirəm, valideynlə bərabər məktəbdəndir, amma mənə görə, mənim təcrübəmə görə ən çox da məktəbdən başlayır. Çünki məktəbin imkanı var ki, müxtəlif tədbirlər keçirsin.
Məsələn, baxın, bir məktəbdə bir təcrübə elədik. Uşaqlara sual verdim. Mən o sualı indi bu gün də verəcəyəm. Cavab verən olsa əlin qalırsın. Müəllimlərə sual verdim ki, milli və mənəvi dəyərlərimizi nə cür aşılıyırsınız? Novruz bayramı keçirdirik, yeni il gecəsi keçirdirik, onu keçirdirik. Deyirəm ki, bəs başqa nə işlər görürsünüz? Müəllimə sual verirəm, müəllimə, siz bizim şəhidlərimizlə bağlı, baxın, bir günə Könül xanım da o məqama toxundu, onlarla bağlı nə edirsiniz? Çox təəssüf ki, 8 məktəbin 5-də ürək sıxıcı cavab aldım. Deyir ki, müəllimə, nə edirik? Müəyyən günlərdə 20 yanvarda Xocalıq soyqırımında uşaqlara şeir əzbərlətdirdik, oldu, getdi. Bu da oldu mənəvi dəyər və onun aşılanması. Valideynlərlə işləyirsinizmi? Yox, burada valideynlərlə heç işləmirik. Çox təəssüf dedim. Mən bax, o məktəblərə sual vermək istəyirəm, məktəblərə. Kim bilsə əlini qaldırsın. Bizim himnimizdə, bir neçə dəqiqə bundan öncə oxuduğumuz himdə belə bir misralar var. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Kim deyər? Uşaqlara müraciət edirəm. Bunun mənası nədir? Buyur qızım, adını de. Rahman Səmir, onu aşağı edeyim. Yəni, yolundan keçən əskər elə bir ki, vətən uğrunda canından keçən əskərlər, şəhidlərimiz nədə tutulub da burada? Biraz da dərini geçək, hamısı o igidlərimiz canlarına keçirlər, vətənə qurban edilirlər. Ayrı məsələdir. Amma biraz da dərini geçsək, çox sağ ol qızım, Rayyət xanım. Amma istəyirəm uşaqlar da, valideynlər də, müəllimlər də diqqət edəsinlər bu məqama. Məktəbdə eyni vəziyyəti gördüm mən də. İstəyirəm yaddaşınızda qalsın. Hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Bax, hər birimizin dünyaya gəldikcə təhsil aldıq, böyüdük. Hər birimizin, bax burada əyləşənlər, hər birimizin, mənim də, buradakiların da yaşamaq, sevmək, ailə qurmaq, yazıb yaratmaq hüququmuz var. Bu hüququ bizə Allah verib və bu hüququ bizə müəllimlərimiz verib. Amma baxın, o əskərlər üçün vətən nə qədər şirindir, o hüquqlarından vaz keçib vətənə qurban gedirlər. Olsun, bu istiqamətdə, bax mən istəyərdim ki, bu istiqamətdə milli mənəvi dəyərlərimizin aşılanmasında, bu istiqamətdə də valideynlər bir yerdə müəllimlərlə işləsinlər. Nə cür işləyəcəksiniz? Baxın, sizin elə tərtərdə nə qədər şəhidləriniz var, nə qədər şəhidləriniz var. O, sadəcə şehir deməklə olmaz. Siz gedəcəksiniz, o böyük, yuxarı siniflərdən gedir əlbəttə, söhbət birinci, ikincilərdən getmir. Yuxarı sinif şagirdləri gedəcək, o valideynlərlə ünsiyyət quracaq, onlardan yazacaq, onların valideynlərinin haqqında inşalar yazacaqsınız, onlar haqqında çıxışlar eləyəcəksiniz. Və bununla da, axı mən həmişə də demişəm, yəqin ki, müəllimləriniz də deyir, bizim igidlərimiz, şəhidlərimiz də milli mənəvi dəyərlərimizdir, milli mənəvi sərvətlərimizdir. Və biz milli mənəvi sərvətlər nəyə deyirik? Məsələn, hər bir ölkə qürur duyur, maddi sərvətlərlə biz də qürur duyuruq. Amma hər bir ölkənin, eləcə də bizim, haçansa maddi sərvətlərimiz tükənə bilər. Amma milli sərvətlərimiz, milli və mənəvi dəyərlərimiz tükənməz. Daha doğrusu, tükənməməsi üçün biz çalışacağıq. Biz müəllimlər, biz valideynlər. Sual verirsən valideynlərlə müəllimlərə. Siz evdə kitab oxuyursunuz bu uşaqlara. Əksəriyyəti deyir, yox, vaxtım yoxdur. Bax, milli mənəvi dəyərlərimizin qorunması üçün, aşılanması üçün ən vacib olan amillərdən biri də kitab oxumaqdır. Uşaqları cəlb eləməkdir və fikirlərini desinlər. Sadəcə oxudun, getdin, yox. Bəzi məktəblərdə deyək ki, valideyn komitələri var. Maraqlanıram işləri ilə, heç kəs inciməsin. Elə bilirlər ki, valideyn komitəsinin işi müəyyən günlərdən günlərə pul topladın, nəsə aldın, nəsə getdin, valideyn iclasına gəldin, hərə öz uşağı haqqında nəsə fikir öyrəndi, getdi, olmaz. Biz gələcək mükəmməl cəmiyyətimiz üçün yararlı vətəndaş yetişdirmək istəyiriksə, mütləq və mütləq
məktəblə, yəni müəllimlə, valideynlər bir yerdə işləməlidirlər. Təşəkkür edirəm. Bir təqdim edeyim, Tərtər Vəzir Hakimiyyətində 2000 çatmalar işlər üzrə Komisiyanın katibi Rəvan Əsənoğlu məktəbdə müəllimləri artıq çox tanıyırlar, çünki mühazirət tədbirləri olur. Bizim həqiqətində mövzumuz bugün Azərbaycanda aktual olan bir mövzudur. Niyə? Məktəb bəzən valideyn, müəllim anlaşmazlığı olanda uşağın tərbiyəsinə mənfi təsir edir. İlk növbədə nədir? Müəllimlə əgər valideyn əməkdaşlıq etmirsə, birgə işləmirlərsə, deməli o uşağın gələcəyi sual altındadır. Mən Uşaq Hüquqları Müdafiə üzrə Komissiyanın nümayəndəsi olaraq şahid olaraq onu deyəcəm ki, bizə müraciətlər olur, əsasən uşaqların dərsdən yayılmasından bağlıdır, uşaqların davam etmələri olur, digər problemli ailələr var, xüsusi nəzarət ailələr var ki, münaqişəli ailələr var, onlarda daha çox uşaqlar təhsildən yayınma olur. Bundan bağlı məktəblə əməkdaşlıq edirik, psixologlar var məktəbimizin, çox gözəl psixologlar var, 60 il məktəbin psixologunda tanıyırıq, həmişə iyi vəziyyətdə işləyirik, yəni problem olan kimi bir-birimizə məsləhətləşib işləyirik. Şükür Allah, məktəbdə belə bir çətin problemli uşaqlar yoxdur. Amma təhsil varsa, qismən də olsun nöqsanlar var. Nöqsanları biz bu günləri aradan qaldırmaq üçün, yəni buradayıq, kömək eləmək üçün. Ona görə də səmimi olarlar. Bu günləri, mən həmişə deyirəm tədbirlərimizdə, bir məktəbli uşağın evində onun valideyni narkotik adətsizdirsə, biz deməyək ki, qonşu olaraq və yaxud valideyn olaraq bizəndir. Deməli, bir valideyn bu işin adətsizdirsə, öz övladını və övladı da gələcəkdə ətrafında olan şagirdləri biz qarşılar bildirir. Dəfələr nəfəslərdə deyir ki, belə bir işlər olanda biz ona anlayı da saxlayır. İlk nazı orqanların bizə tədbirlərdə də deyil. Bizə deyil. Biz bilək. Biz onunla bağlı müəyyən tədbirləri görürük. Yəni, biz gizlətməklə bir nəfəri yox, bir məktəbi, bir rayonu, yəni məhvəd olaraq, bir narkoman, yüzlərlə insanı uğra çəkirlər. O baxımdan da sizdən xahişimiz, tələbimiz, məktəblər, valideynlər buradasınız, yəni çalışın məktəblə mütəmadi əlaqə saxlayın, uşaqlarınızla maraqlanın, əsasən hazırlığa gedən uşaqlar, deyək ki, dərsdən sonra hazırlığa gedirlər, bu problemlər burada yaşanır. Övladınız bilirsiniz ki, şəhərin deyək ki, bir başına, digər başına hazırlığa gedir, amma uşaq hazırlıq əvəzinə başqa bir istiqamətdə olur. Siz onu başa düşənə qədər, bilənə qədər və yaxud da bilib gizlədirsiniz, iş artıq həddən aşır. Uşaq elə bir vəziyyətdə olur ki, biz onu bərpa etmək çətin məsələdir. Yəni, bugün gündə biz reallıqdır. Tərtər rayonunda, yeni deyirəm, bu mazur qanlarla çalışdığımız qədərində, belə deyək də, küçələrdə də uşaqlarla maraqlanırıq, məktəblərə gedirik və yaxud da mağazalarda, digər adəti yerlər işləyənləri gördüyümüz qədər qarşısını alırıq ki, belə bir şeylər yol verilməsin. Xüsusən çayxanalarda rastlaşırıq. Kim görəndə mən şəxsən onu stoldan durğuzuram. Valideynlər olursa olsunlar, bizim tərəfimizdə də olurlar, biz bilirik ki, onların övladları üçün fikirləşirik, amma bəzən anlaşmazlıqlar olur, valideynlərdə narazılıqlar olur ki, elə mənim övladımı görmüşsünüz, bəli, biz sizin övladınızı görmüşük. Biz sizin övladınızı deməli bu günləri orada görmüşük, ona bağlı həmsin tədbir görürük ki, siz sevinməlisiniz ki, biz onun qarşısını alırıq. Bizim üçün gələcəyə yararlı, gözəl, vətəni üçün layiqli övladları yetişdirməkdir. Biz zərərli övladları istəmirik gələcəyimiz üçün. Onları əvvəlcə də uşaqkən müalicə etmək lazımdır. Problemli ailələrdə ən çox mən həm də Qəyyum Mühasibə Komissiyasının əməkdaşıyam. Yəni, burada üzr istəyirəm, valideynin cəhayir olandan sonra uşaqların valideynin birinin yanında qalması, ya ananın yanında qalıb, uşaq atadan və yaxud da ana atanın yanında qalıb, atadan nahkam qalması, yəni onun tərbiyəsinin uzaq qalması bəzən nöqsanlara səbəb olur. Ona görə də burada valideynlər də var, bəlkə də burada öyle bir ailələr də ola bilər. Sizdən xahişimiz və tələbimiz, tövsiyəmiz çalışın, belə deyək, valideynlər bir-birindən ayrıla bilər. Uşağı valideynin ayrı tutmuyor. Atadan əgər ana hakimin qərarıyla, məhkəmənin qərarıyla anadadırsa,
Atadan uzaq tutmayın, qoyun atanın tərbiyəsinə məşğul olsun. O demək deyil, bəzən üzərində gəlirlər ki, məhkəmə uşağı verib mənə. Uşağı sizə himayə verib ki, onun tərbiyəsi sizin yanınızdadır, sizinlə qalsın. Amma valideyn, qarşı tərəfli valideyn bundan azad olma demək deyil. Belə övladlar, belə sürgün nöqsanlar ortaya çıxır, belə ailələrdə. Əgər arvad istəyirəm, nikah pozulubsa, onun uşağın orada günahı yoxdur. Bilgi olmaq lazımdır. Övladına hər iki valideyn maraqlanmalıdır. Bu, o demək ki, gələcəkdə gözəl övladın olsun, gələcəyə gözəl addımlar atan övladın olsun. Təhsildən çox mən tərbiyənin üstünlük verirəm. Hər kəs sabahlı olmağı, müəllim olmağı, həkim olmağı və digər qurumlarda çalışmaq mütləq deyil. Amma tərbiyəli övlad bizlərə lazımdır, dövlətimizə lazımdır. Çünki, yeni deyirəm, 44 günlük vətən müharibəsində 6 nömrəli vaxtilə şagirdlər vardı. Onlardan da döyüşürlər, şəhid olanlar var, Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimiz var, hal-hazırda orada çalışanlar var, 6 nömrəli məktəb şagirdləridir. Deməli, tərbiyə olub, təlim olub ki, o uşaqlar vətən üçün canlarından keçməyə bir gözlüyündə geliblər. Bax, biz onu demək istəyirik. Bugün pis insanı, pis vərdişkarın yanında olmaq çətindir. Amma təlimli, tərbiyəli müəllimin yanında olmaq lazımdır. Müəllimdən öyrənmək lazımdır. Ən azından müəllimimiz bunu deyim ki sizə, müəllimimiz 4 il olsa ali məktəbə təhsil aldı, deyək ki, 20 ildə məktəbə çalışır. Heç vaxt o istəməz ki, onun şagirdi pis vərdişlərə yiyələsin. Mən də rəhbər adına hər bir çox sağ ol deyirəm, təşəkkürümü bildirirəm. Çox sağ olun. Var olun. İndi isə çıxışın söz verilir, məktəbi psixoloqu, hörmətli Sultanım müəllim. Salam, hörmətli valideynlər, qonaqlar, xoş gəlmişsiniz məktəbimizin adından hamınızı salamlayırıq. Doğrudan da elə bir problemlə qarşılaşdıq ki, elə bir problem açdınız ki, həqiqətən də hamımızın demək olar ki, bəlkə də ən yararlı yeridir. Milli mənəvi sərvətlərimiz xalqımızın ən dəyərli, ən qorunub saxlanılan milli mənəvi sərvətlərimizdir. Və onları qoruyub saxlamaq, nəsillərdən nəsillərə ötürmək hər bir vətəndaşın borcudur. Eyni zamanda bu mənada məktəbin üzərinə ən böyük vəzifə məktəbin üzərinə düşür. Çünki biz şagird yox, biz şəxsiyyət yetişdiririk. Yəni insan dünyaya fərd kimi gəlir və şəxsiyyət kimi böyüdür. Və onun şəxsiyyət kimi böyüməsində ətraf ailənin ən böyük rolu var. Bu da ailədir və məktəbdir. Mən demək istərdim ki, Rəvan müəllimlərin nəsə ürəyimdən keçənlərin hamısını bəlkə də dedim. Biz 44 günlük müharibədə o şəhidlərimizdən fəxr edirik ki, onlar Babəkin, Koroğlunun nümunələridir ki, bugün gəldik, biz torpaqlarımızı azad elədik. Və onların bu irsi davam eləməsidir. Bu bizim qədimliyimizdir. Azərbaycan xalqının milli mənəvi dəyərləri ona görə zəngindir ki, o qədim bir tarixə məxsusdur. Və o qədim bir tarix də bizi gətirdi, bura çatdırdı. Ailədən söhbət saldınız, demək olar ki, psixologların bəlkə də hamısının ən yararlı yeridir. Bizim məktəbimizdə 600-dən çox şagird təhsil alır. Və bu 600 nəfər şagirdin içərisində 200-dən çox ailə boşanmış ailənin uşaqları. Təəssüflər olsun ki, 200-dən 200-ə qədər var. Mən bir dənə misal demək istəyərəm. Bir dənə şagirdimiz var idi bizim, 1-2 il olar sonra çıxdı bizim məktəbdən. Bu şagird oturmur. İstədiyini eləyir. Rüfət müəllim də bilir. Gah pəncərənin ağzına gedir, gah da gedir. Bir-üç dəfə bunu apardım, söhbət elədim. Bəlkədir, belə oturmalısan, belə durmalısan. Danışmır. Müəllim nə qədər eləyir, danışdıra bilmir. Bu uşaq elədir ki, başladı bülbül kimi gətirdir, danışmağa. Demək, bunlar ayrılıblar, valideynlər bir-birindən ayrılıbdır. Ata başqa bir yerdədir, ana başqa yerdədir. Ana alimenti almaq üçün uşağı istəyir ki, böyründə saxlasın. Uşaq da istəyir ki, atanın yanına getsin. Bu, elə bir ki, bu faciənin ortasında bu uşaq dayanır. Və bu öz əsəbini,
özünün istədiyini ala bilmədiyi üçün o əsəbi ancaq belə çıxarır. Hikkəsini. Bəli, hikkəsini bu cür çıxarır. Özü dedi ki, mən neynəməliyəm? Mən atamı istəyirəm. Atamın yanına getsəm, anama aliment verməyəcəm. Ana da mənə deyir ki, burada durmalısan. Uşaq qalıb iki yolun arasında. Bax, bizim uşaqlarımızın çoxu bu vəziyyətdədir. Bu vəziyyətdədir. Hər şey ailədən gəlir. Oğlanlarımız istəyir ki, ataya bənzəsin, ata kimi müdrik olsun. Görürsünüz ki, uşağın çoxu başlayır ata kimi hərəkət eləməyə. Çünki böyüyəndə o atanın fikirlərini, o atanın elədiklərini eləyir ailədə. Qızlarımız abrını, isməti, ləyaqəti analarından götürür. Tarix boyu, bax, bu cür gəlmişik, bunu qoruyuruq, saxlayırıq. Bu boşanma, bu valideynlər arası mübahisələr uşaqların evini yıxır. Cəmiyyətə çox ziyan vurur, həddindən artıq ziyan vurur. Ona görə də, Rəvan müəllim dediyi kimi, Rəvan müəllim çox gözəl dedi ki, ona görə də onlar pis vərdişlərə yiyələnirlər. Biri deyir, gəl bir qurtum sigaret çək, bu fikirlərin yadından çıxsın. Biri deyir, gəl bunu eləyək və olsun. Heç bir uşaq anadan pis doğulmuyurdu. Pis tərbiyə var, pis vətəndaşlar var ki, belə uşaqları özlərinə çəkirlər. Bugün biz burada valideynlərin olmasından istifadə edərək hamıya üzünüzü tutub deyirəm. Ailənizi möhkəm saxlayın. Uşaqlarınıza görə, o uşaqlara görə ailənizi möhkəm saxlayın. Baxın, təcrübənin, illərin təcrübəli bir müəllimi və psixoloq kimi sizə bir sual vermək istəyirəm. Amma səmimi olaq da, bu mənim çox narahat edən məsələlərdən biridir. Sizə elə gəlmirəm ki, məktəblərimizdə bugün söhbət tərtərdən getmir. Bu Bakı məktəblərində də, belə də hər yanda. Məktəblərimizdə ləyaqətli kişi müəllimlərinin olmaması problem yaratmırmı? Yaradır. Bəli. Yaradır mı? Doğru. Bu cavabı istəyir. Bəli, yaradır. Çox yaradır. Yəni lazımdır. Bəli. Lazımdır. Xüsusən oğul uşaqlarının üçün. Bəli. Buyurun, üzr istəyirəm, yəni dözmədim. Sağ olun, diqqətinizi göstərin. Məktəbimizin Azərbaycan Dili və Ədəbiyyat müəllimi Lamiyə müəllimə. Buyurun. Əvvəla mənə söz verdiyinizə görə çox sağ olun. Bütün tədbir iştirakçılarını salamlayıram. Mən Abbaslı Lamiyə, Şərqər rayon 6 aylı tam təhsil məktəbinin Azərbaycan Dili və Ədəbiyyat müəllimiyəm. Əziz müəllimlər, hörmətli qonaqlar, əziz şagirdlər, hər bir xalqı xalq edən, millət kimi formalaşdıran onun dəyərləridir. Xalqın dili, dini, ədəbiyyatı, tarixi, musiqisi, adət-ənənələri, milli geyimləri, mərasimləri, bütün bunlar milli mənəvi dəyərlərimizin ayrılmaz hissələri hesab olunur. Bu dəyərlər nə maddi sərvət, nə də siyasi güc deyil. Onlar xalqımızın ruhu, vicdanı və mənəviyyatıdır. Unutmayaq ki, dəyərlər birdən-birə yaranmır. Onlar əsrlərin, nəsillərin, mübarizələrin, sevinclərin və kədərlərin içindən süzülüb gəlir. Hətta Dədə Qorqud dastanlarında mərdlik, igidlik, ailəyə sədaqət, Nizaminin əsərlərində ədalət və bəşəri məhəbbət, Füzulidə sevginin və sədaqətin müqəddəsliyi, Xətai və Vaqifdə azadlıq ruhu, millilik duyğusu, bunların hər birisi bizim milli mənəvi dəyərlərimizin təcəssümüdür. Mənəvi dəyərlər təkcə keçmişin yadigarı deyil, bugünün və gələcəyin də yol göstəricisidir. Bugün gənc nəsil texnologiyanın, sosial medianın sürətli inkişaf dövründə böyüyür. Bəzən yad mədəniyyətlərin təsiri altında milli kimliyimizi unutmaq təhlükəsi yaranmış olur. Elə buna görə də biz hər birimiz müəllim, valideyn, şagird, milli mənəvi dəyərlərin qorunması və təbliği üçün məsuliyyət daşıyırıq. Milli mənəvi dəyərlərin öyrədildiyi ən böyük məktəb ailə və məktəbdir. Ailədə övlad ata-anasının hörmət etməyi, böyüyə söz qaytarmamağı, halal əməyə qiymət verməyə öyrənir. Məktəbdə isə müəllim yalnız bilik verən deyil, həm də mənəviyyat müəllimidir. Əgər şagird öz tarixini, ədəbiyyatını, xalq mahnılarını, atalar sözlərini, dastanlarını bilirsə, demək ki, o artıq milli dəyərləri yaşadır. Gəlin bu dəyərləri sevə-sevə yaşadaq, övladlarımızı ötürək və hər zaman fəxrlə deyək, mən Azərbaycanlıyam.
Məktəbimizin 11 A sinif şagirdi Rüya Balakişova. Buyur Rüya. İlk öncə hamınızı salamlayıram, xoş gəlmisiniz. Biz bir xalqıq ki, əsrlər boyu zəngin tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz və milli mənəvi dəyərlərimiz vardır. Mən bir şagird olaraq düşünürəm ki, milli mənəvi dəyərlər keçmişimizin xatirəsi deyil, həm də bugünümüzü, gələcəyimizi formalaşdıran ən əsas üsunlardandır. Milli mənəvi dəyərlər deyəndə ilk ağlıma gələn ailəyə hörmət, kiçiyə ehtiram, qayğı, qonaqpərvərlik, vətən sevgisi, dilimizi sevmək kimi anlayışlardır. Bizim xalqımız hər zaman öz dəyərlərinə sahib çıxıb və onları nəsildən nəslə ötürüb. Nənə-babalarımız bizə nağıllar danışır, laylalar oxuyub, bizə gözəl davranışları öyrədiblər. Məktəbdə də bizə vətəni sevməyi, bayrağımıza hörmət etməyi, milli qəhrəmanlarımızı tanımağı və xatırlamağı öyrədirlər. Əgər biz bunlara sahib çıxmasaq, gələcək nəsillər bu gözəllikləri tanıya bilməyəcək. Mən istəyirəm ki, bizim kimliyimizi tanıdan bu dəyərlər hər zaman yaşasın və biz onları həm yaşayaq, həm də yaşadaq. Çünki biz dəyərlərimizi yaşatdıqca xalq olaraq daha güclü və birliyimiz daha möhkəm olacaq. Verəndə auditoriyadan İradə adında bir şagirdimiz burada iştirak edir mi? Var mı? Mən istəyirəm o bura tribunaya yaxınlaşsın. Çünki xahiş edirəm bura gəlir, bizim gözəl balamız. Mən onun bağına basmaq istəyirəm ki, auditoriyada o cəsarəti, sualın cavabı necə olur olsun, fərqi yox. Əslində gəlirə qədər deyək ki, cəsarətlidir, cürətlidir. Sualın cavabı necə olacaq? Razı qalınacaq, qalınmayacaq. Fərqi etməz. Əsas odur cürətini nümayiş elətdirdi. Mən növbəti dəfə rayona gələndə bu gözəl balamıza uşaqların gələcəyi naminə ictimai birliyini təşəkkürnaməsini gətirəcəm, təqdim eləyəcəm və uğurlarınız bol olsun. Buyurun. Məktəbli fəlsəfəsi kitabını məktəbin kitabxanasına hədiyyə edəcəm. Bu kitabda mən qısaca olaraq qeyd eləmək istəyirəm ki, antik dövrdən müasir dövrə kimi filosofların əsas ideyaları və təsəvvürləri əksini tapıbdır. Yəni bu, belə deyək, yuxarı sinif şagirdlərinə də aiddir, ali məktəb tələbələrinə də aiddir. Hər biriniz zaman-zaman imkan olduqca məktəbin kitabxanasına xahiş edirəm, müraciət edəsiniz, bu kitabdan yararlanasınız və onu da deyim ki, bu kitabın məsləhətçilərindən biri də mənəm. Rüfət müəllimə bunu sizə təqdim edeyim məktəbin kitabxanasına. Mənim bugünə qədər şəhidlərə aid 3-4 kitabım var. Birində 8 kəşfiyyatçı, birində 29. Bu bir ay bundan öncə çıxıb, deməli 5 şəhidimiz haqqındadır. Yəni fərq qoymamışam. 90-cı ilində var, 20-ci ilində var, şəhiddir. Və mən bu kitabı böyük məmnuniyyətlə sizin, yəni 6 içərisində yazmışam, 6 sayılı məktəbin kitabxanasına verirəm və mən bunu sizə verirəm böyük məmnuniyyətlə. Mən Tərtər rayonu başçısına, Müstəqil müəllimə, müavinlərinə, Hüseyn Elmi müəllimə, Rəvan müəllim, burada sizin əməyiniz çox oldu. Sizə bir ayrıca çox gözəl, geniş, belə deyək, hər tərəfli çıxışınıza görə də bir ayrıca təşəkkürlərimi bildirirəm. Eyni zamanda Rüfət müəllim, bir daha sizə minnətdarlığımı bildirirəm. Bizim vaxtını, zamanını dəyərləndirib gəlib burada iştirak edən əziz şagirdlərimizə, valideynlərimizə, müəllimlərimizə minnətdarlığımı bildirirəm. Amma hər birinizə yalvarıram, xahiş eləyirəm, təvəqqə eləyirəm, rica eləyirəm. Gəlin hər birimiz milli mənəvi dəyərlərimizi qorumaqdan fəal olaq. Hər birimiz bu məsuliyyətimizi dərk edək. Ulu öndərin də qeyd etdiyi kimi, biz milli və mənəvi dəyərlərimizi qorumalı, yaşatmalı və ondan qurbanmalıyıq. Çünki milli dəyərlər bizim milli kimliyimiz və dövlətimizin sarsılmaz təməlidir. Allah əmanət.